Sabía que iba a ser un partido muy duro, sabíamos del rival que íbamos a enfrentar y en lo personal feliz de poder marcar 2 goles y espero continuar de esa forma. Qələbəyə görə təbii ki, çox xoşbəxtəm. Çətin rəqibə qarşı oynayırdıq. O ki qaldı, bu şəxsi mükafatıma görə də çox sevincliyəm və bu məni daha çox qollar vurmağa sövq edir. O əvəzlənərkən hələ hesab 2-2 idi, yəni qələbə qolunu vurmamışdı. Yəni həmin anda hansı hissləri keçirirdi? Yəni komanda bu qədər əziyyət çəkmişdi, özü əziyyət çəkmişdi. Yəni hansı hissləri keçirirdi? No, sentía que podíamos ganar el partido. Si él me sacó fue porque él sabía lo que podía otro compañero y justamente se nos dio la victoria. Yox, əslində əvəzləndə də mən inanırdım. Yəni məşqçi bilir nə idi. Həmin anda əvəz etməyə əl atdı və mənim yerimə girən futbolçu da yəni qol vura bilərdi. İstənilən halda mən inanırdım qələbəyə və sonunda da qələbə oldu. Mövsümün əvvəlində bir çoxlarını tanımadığı, mövsümün kəşflərindən sayılan Gülan hansı ki, Avropa kuboklarda ümumiyyətlə çıxış etməmişdi. Artıq amma hesabında 4 gol var. Yəni, onun üçün bu nə deməkdir? Yəni, bundan sonra nə fikirləşir karyerasının gələcəyinə bağlı artıq bir sıra klubların maral dairəsində də deyilənə görə. Ahora yo soy el único que trabaja y sé el potencial que yo tengo y sé dónde puedo llegar. Ahora seguir trabajando, en el futuro solo Dios sabrá. Ahora estoy aquí en Carabay y seguiré dando lo mejor aquí. Əslində öz potensialıma bələd idim, yəni nə bacarığıma bələd idim. Bilirdim ki, sadəcə irəliyə getmək üçün, uğur əldə etmək üçün sadəcə işləməyə lazımdır və Qarabağda da işləyirəm və hər şeydə alınır məndən. Elbette oyunda epizodu oldu. Sen ortalarında Çırpınlar yanında çağırdı, onun məsələləri və sən də orada iştirak edin. Yəni, onunla bağlı soruşmaq, nə dediğine danışın. No, me dijo que para aprovechar que el espacio estaba por las líneas. Həmin anda dedi ki, cinahlarda yaranan boşluqlardan istifadə etmək lazımdır.